Deməli mama qurban qaynanamdır, eltimdir, baldızımdır, xəmir açırlar. Mənə də zəng elədilər ki, dur sən də gəl köməyə. Mən də eləmədim tənbəllik, dedim mən nə olar ki? Getdim. Dedim 1 saatlıq xəmir açırıq, düşbərə bükürük. Yorulmuşuq da. Gördüm ha? Qaynanam başladı donquldamağa. Baldızım qaşını qaldırıb rikka ilə mənə baxmaqza. Eltim görəm ki, yüngül söz saxır. Dedim nəysə, lənət sənə kör şeydən fikir vermədim. Elə xəmiri zad açdıq, yorulduq, belə düşbərələri qoyduq kloklara. Bir də qaynanam gəlib mənə qaydım eləsə yaxşıdır. Hə, gəlin. Daha sən də get. Ərim biraz olar işdən gələcək. Get evə. Apar mənə qoy qapının ağzına. Dedim ha cəhənnəmi, o boyda yorulmuşam. Nə olar ki? Deyərdim ərin işdən gəlir. Ala bu bir klok düşbərəndə apar evdə ərivə verərsən zəhərlənər. Bir yandan da buradasan, heç də pişirməmsən. Kül mənim başıma, keş indiki ağlım olardı. O hadisə ha vaxt olub. Onda sən doğmamışdın mama qurban. Onda deyəsən zəhər mən hamilə idim. 30 il bundan qabaqki söhbətlər gəlib danışır mənə. İmkan ver yatır. Kimdən danışım? Ay səni yetim qalasa. Daşla, divarla, evlə kimdən danışım? Mən kimdənsə danışmalıyam da. Bütün gün başımın içində də axı. Ağırda mən git olacam. Öz-özümə danışıram, demə. Öz-özümə. Onda elə mən cornu iti bağlayıb, zülüm verib, mənə zülüm. İşığı söndü.